Yüksək qan təzyiqi haqqında ümumiyyətlə çox tez-tez danışırıq. Eyni zamanda bir müddət bundan əvvəl sizinlə aşağı qan təzyiqi haqqında məlumatla bölüşmüşdüm. İndi isə evdə və yaxud iş yerində, bağda fərq eləməz. Birdən qan təzyiqiniz çox aşağı düşərsə, nə edilməlidir? Hansı tədbirlər görülməlidir? O haqqda danışmaq istəyirəm. Bu hallar tez-tez rast gəlir. İl ərzində bəlkə onlarla pasiyent, kolleqalarıma, mənə fərq etməz müraciət edirlər ki, qan təzyiqləri aşağı düşür. Bəzi pasiyentlər şikayətlənir ki, hətta bayılma və yaxud bayılmaya yaxın hallarla rastlaşırlar özlərində və yaxud yaxınlarında və bundan çox narahatdırlar. Doğrudan da qan təzyiqi bəzi şəxslərdə kəskin aşağı düşə bilər. Tədqiqatlar göstərir ki, insanın cari qan təzyiqi nə qədər olmasından asılı olmayaraq, onun 20 mm civə sütunu qəflətən kəskin aşağı düşməsi hətta bayılmaya səbəb ola bilər. Nə üçün təhlükəlidir? Çünki bayılma baş verərsə insan huşunu itirir. Bu hər an baş verə bilər istənilən yerdə, dənizdə də, avtomaşında da, evdə də, hansısa bir binanın balkonunda da fərq etməz. Və əlbəttə ki, o yıxıla bilər, baş harasa dəyə bilər, əzilə bilər, travma ala bilər. Ona görə də bu qan təzyiqinin kəskin aşağı düşmələrində iki çox vacib amil var. Onlardan biri, səbəbini bilib, onu əvvəlcədən qarşısını almaq, yəni profilaktik tədbirlər görmək. İkincisi, əgər qan təzyiqi aşağı düşmək üzrədirsə, bunu necə hiss etməli? Qəfil tədbirlər hansılar olmalıdır ki, qan təzyiqi düşməsin, kəskin və düşərsə də belə insana və onun ətrafdakılarına heç bir zərər yetirməsin. Bundan əvvəl onu qeyd edim ki, aşağı qan təzyiqi deyəndə biz təzyiqin 90-ın 60-dan aşağı olmasını nəzərdə tuturuq. Yəni yuxarı təzyiq 90 və aşağıdır. Aşağı, yəni diastolik təzyiq 60 və aşağıdır. Bir çox qadınlarda, nisbətən daha az sayda kişilərdə bu cür aşağı təzyiqlər normalda fizioloji olaraq müşahidə edilir. Amma əlbəttə ki, onlar da bir çox zaman baş gicəllənmələrindən, baş ağrılarından, ürək çırpıntılarından əziyyət çəkirlər. Çünki doğrudan da qan təzyiqi aşağı düşdükdə insanın orqanizmi sanki onu bir təhlükə kimi, təhdid kimi qiymətləndirir və dərhal ürək döyüntülərinin sayını artırmaqla və digər tədbirlərlə, daxildən görülən tədbirlərlə, fizioloji cavab tədbirləri ilə qan təzyiqini qaldırmağa çalışır. Çünki qan təzyiqi çox aşağı olduqda bizim beynimiz və digər orqanlarımız yetərli qan ala bilmir və ona görə də bizdə bayılma baş verir və yaxud bayılmaya yaxın vəziyyətlə biz üzləşirik. Necə qarşısını alaq? Əgər bizdə qan təzyiqi doğrudan da daimi olaraq aşağıdırsa, ilk növbədə tövsiyə etdiklərimiz nədir? Xüsusilə qadınlara. Uzun müddət uzanıq və yaxud oturaq vəziyyətdən qalxdıqda çox ehtiyatla və yavaş qalxmaq lazımdır. O cümlədən uzanıq yerdən qalxdıqda ayaq üstə ilk növbədə birinci oturmaq, daha sonra qalxmaq lazımdır. Çünki bu imkan verəcəkdir ki, ürək damar sistemi kəskin yerin cazibə qüvvəsinin təsirinə qarşı müvafiq tədbirlər görə bilsin. İkincisi, idman çox önəmlidir. Çünki idman, xüsusilə də aerobik idman, aşağı ətrafların, əzələlərin işi kömək edir ki, aşağıda toplanan qan yerin cazibə qüvvəsi ilə daha çox ətraflarımızda çox qan toplanır. Bəzən də 300, 400, 500 millilitr qan ayaq üstə durduqda ətraflarda toplanmış olur. Əzələlər o qanın ürəyə doğru gəlməsinə köməklik göstərir. Ona görə idman, fiziki aktivlik olduqca önəmlidir. Xüsusilə yay aylarında, isti vaxtlarda maye qəbulu yetərli qədər olmalıdır. Çünki maye imkan verir ki, qanın sulluğunu artırsın və qan dövranında qan damarların içində olan qan həcmini artırmaqla təzyiqimizi artırmış olur. Əgər başqa bir əks göstərişlər yoxdursa, salat içində və yaxud qəbul etdiyiniz şorbaların içində duzun miqdarını biraz artırmaq olar. Yəni bir çimdik, çox yox. Çünki duzun bir qədər artıq qəbulu bədəndə, qan damarlarının içində suyun saxlanmasına köməklik göstərir və maye qan damarlarının içində artdıqda qan təzyiqimiz də artmış olur. Digər tərəfdən nəyi vurğulamaq istəyirəm? Əgər bütün bu tədbirlərə baxmayaraq və yaxud bu tədbirlərə rəğmən hansısa bir bayılmaya yaxın vəziyyət yaşayırsınızsa, mütləq qaydada bizim qan təzyiqimizi dərhal qaldırmağa köməklik göstərən tədbirlər var. Onları dərhal yerinə yetirməyə çalışmalıyıq. Bu nədir? Əgər qan təzyiqimizin sanki aşağı düşməsini hiss ediriksə, bunu da necə hiss edə bilərik? Ürək çırpıntıları ola bilər,
baş gicəllənmə yarana bilər, baş ağrıları inkişaf edə bilər, tərləmə aşırı dərəcədə yarana bilər və yaxud sanki titrəmə hissi, qorxu, həyəcan hissi yarana bilər. Belə hallarda yavaşca yerə uzanmaq və yaxud divana uzanmaq tövsiyə olunur və yaxud ən azından yerə oturmaq və kürəyinizi divara söykənmək. Amma ən ideal əlbəttə ki, yerə uzanıb ayağı bir qədər göyə qaldırmaq olduqca faydalıdır. İkincisi, əgər oturmuşuqsa, oturan yerdə qollarımızı möhkəm əzəllərimizdə sıxmaqla, gərginlik yaratmaqla biz deməli qan təzyiqimizi artıra bilərik. Eyni ilə ayaqlarımızın, ayaq əzəllərimizin gərginləşdirilməsi ilə biz qan təzyiqimizi artıra bilərik. Əgər ayaq üstə durmuşuqsa və yaxud otura bilmiriksə, misal üçün cərrah olsun, cərrahi əməliyyat edir, ola bilsin ki, qan təzyiqi düşə bilər və yaxud oturaq, hansısa bir kompüter arxasında oturan qadın və yaxud kişi olsun ofisdə, onda əgər nəsə baş gicəllənmə, bayılmaya meyillik bir hissiyatı varsa, ayaqlarını çarpazlaşdırmaqla və gərginləşdirməklə qan təzyiqini qaldırılmasına müvəffəq ola bilər. Digər tərəfdən, əlbəttə ki, əl altında əgər kofe varsa, qəhvə və yaxud kafein tabletkasını qəbul etməklə biz təzyiqimizi qaldıra bilərik. Bu, əl altında və yaxud özümüzün evdə, küçədə və yaxud iş yerində edə biləcəyimiz tədbirlərdir. Əlbəttə ki, bunlar ilk sanki yardım tədbirləri kimi səslənir və olduqca önəmlidir. Amma bu cür hallar baş veribsə və yaxud bundan əvvəl təkrarlanıbsa, mütləq qaydada həkiminizlə məsləhətləşmək çox önəmlidir. Çünki dediyim kimi, qan təzyiqinin aşağı olması özü-özlüyündə ciddi problem deyil. Amma onun məhz simptomlara səbəb olması artıq bir müayinədən keçməyə bir zəngdir, bir təbil zəngidir. Ona görə həkiminizlə məsləhətləşmək, bu qan təzyiqinin aşağı düşməsinə səbəb olan halları araşdırmaq və digər profilaktik tədbirləri görmək üçün həkimdən tövsiyələr almaq olduqca faydalıdır. Sağlam olun, sağlam qalın.